ve insanlara Qarabağda torpaq vermir, torpaq islahatı aparmır. Ve deyir ki, Qarabağ qutarandan sonra Azərbaycanın digər bölgələrində də biz bunu kimi düzəldəcəyik. Yəni Azərbaycandan türmə hələ bizim xəbərimiz yoxdur ki, o həmin o şəhərcikdə, o evlərdə İlham Əliyev oraya bir sucuk qoymuyor, yəni istədiyi adam istədiyi vaxt izləyə bilir. Yəni bugün texnikanın falan inkişaf elədiyi bir vaxtda hamımız gözəl bilir ki, bu mümkündür. İstədiyi vaxt şübhələndiyi adam, yəni bəri başdan tikilən evlərə qoyurlar, yerləşdirirlər o sucukları, deyək ki, izləmə kameralarını balaca bir nöqtə kimi. Yəni bu saat texnikanın inkişafı o qədər şeydir ki, qoyur, sabah da təsəvvür edin, ağıllı kənddir də, bütün kəndi izləyir, idarə edir ki, görsün kim bunun haqqında, kim bunun hakimiyyəti haqqında nə danışır, nə eləyir, narazılar, razılar falanlar. İnsan deyir ki, qardaşım, mənə sənin tikdiyin ev lazımdır, pul da lazımdır. Mənim torpağımı ver, mən gedim özümə orada, öz evimi bərpa edeyim, tikim yaşayayım. Sən deyirsən, yox, sən orada mənim nökərim olacaqsan. Mən nə deyirəm, onu eləyəcəksən. Sən öz torpağını... Sən git, deyək ki, Ağdama gedirsən. Ağdamda infrastruktur yarat. Deyək ki, su xətti, qaz xətti, nə bilim, ışıq xətti, nə bilim, klub, deyək ki, restoran falan zat. Yəni, ictimai yaşam məsələləri yarat. İnsanlara da öz torpaqlarını, öz qaçqın kimi erməni gələndə öz qoyub getdikləri torpaqlarını onlara ver, geçsin özləri öz evlərini tiksinlər. Sən kimsən bu xalqa? Sən kimsən ki, bu xalqa göstəriş verirsən, yol göstərirsən? Bir iki otaqlı evə də 200-300 min qiymət qoyub pul silirsən. Gənə sil də haram xoşum olsun. Belə bir siyasət də barırsan, parçala hökm sür, insanları bir-birinə qarşı qoyursan. Qoyursan ki, qoy bir-birlərini qırsınlar. Baxın, 2015-ci ildə o Formula 1 eləyəndə, burada Azərbaycanı keçirməyə başlayanda o Azad neydi o İdman və Turizm naziri? Cəmaat qalxdı, dedilər ki, heç olmasa ləğv eləyin falan, dedilər ki, heç olmasa 5 illik, dedi, ən aşağısı 5 il getməlidir, da müqavilə bağlamışıq və 10 il getdi. İndi bu xalqın acığına baxın, gedib 5 ildə uzadıblar. İndi 2030-cu ilə kimi Formula 1 Azərbaycanda bizim başımıza tur çəkəcək. 2 nəfər də danışdırırlar ki, Formula 1-də Azərbaycanı tanıyır dünya falan. Marokkoda da 10 il Formula 1 keçirildi. Sən Marokkanı tanıdın mı? Heç xəbərin oldu mu ki, Marokkoda Formula 1 keçirilir? Və İlham Əliyev deyir, xiyardır. Yiysən də budur, yeməsən də. Xoşuna gəlmir mi? Yığışdır şərəklərini, yığışdır, çıx, get. Yəni, aydın deyir. Məsələn, deyək ki, 2005-ci ildə bunu Əli Həsənov deyirdisə, məmurlar deyirdisə, bugün İlham birbaşa efirə deyir ki, bizdə belədir. Kim istəmir, yol açıqdır, çıxsın, geçsin. Baxın, biz buna nə imkan vermişik ki, bu o qədər qudurub ki, insanlara deyir ki, əgər istəmirsən, çıx, get. İstəmirsən, mən istəyirəm, sərhədləri bağlı sağlayıram. Xoşuna gəlmir, çıx, get. Yəni, məsələ budur. Sən də burada bəyənmədən, paylaşmadan qorxursan. Açıqda kişində haqq edir ki, İlham Əliyev. İlham Əliyev hələ az edir, onda belə çıxır ki, bizə İlham Əliyev dostlar az edir. Yəni, baxın, bu insanların haradasa, deyək ki, 15-20% qalanı demək olar ki, məhv ediklər. Yəni, 15-20% də çoxdur. Mən inanmıram, haradasa bir 3-4%, yəni biraz diri qalan, salamat qalan insan var Azərbaycanda. Qalan hamısı, bilirsiniz, təkcə Azərbaycanda deyil, faciə o olsaydı dəxtiyarıdır. Təsəvvür edin, Azərbaycandan çıxıb başqa ölkədə yaşamağa gedən insanlar da bugün 99% özünə YouTube-da və yaxud da Facebook-da və yaxud TikTok-da hesab açıb orada görünməkdən qorxur. Təsəvvür edin.